Dostlar, hamınızı xoş gördük. Bugün sizə Azərbaycan iş dəftərinin səhifə 37, 38 və 39-da olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. Ümumiləşdirici təkrar. A. Nöqtələrin yerinə isimlər əlavə etməklə cümlələri tamamla. Həmin sözlərin ismin hansı halında işləndiyini yaz. 1. Bunu özləri veriblər. Bulağın sərin suyundan içdik. İstifadə etdiyin hal yiyərlik. Çünki yiyəlik şəkilçisidir. 2. 3 iştirakçıya mükafat verildi. İştirakçıya, yarışçıya və s. Yəni belə sözlər yaza bilərsiniz. İstifadə etdiyin hal yönlük. 3. Yarış saat 11-də başlayacaq. Yarış yazdım, adlı qaldı. 4. Meydanda xeyli insan var idi. Yerlik haldadır. 5. Ana evi yığışdırdı. Təsirli haldadır. 6. Komandamız yarışdan yenicə qayıdıb çıxışlıq haldadır. Və mavi çərçivədə verilmiş sifətləri uyğun sıraya əlavə et. Ardıcıllığa yeni sözlərlə davam etdir. Qaraşın, gözəl, daha sakit. 1. Dəcəl, bənövşəyi, gözəl, yaraşıqlı, ucaboy. 2. Yumuşaq, ən bahalı, daha sakit, şipşirin. 3. Bozumtul, açıq mavi, qaraşın, yaşımtıl. C. Zərfləri müəyyən et, altından xətt çək. 1. Səməd cəld ata minib uzaqlaşdı. Cəlddir burada. Zərf. 2. Onlar məktəbə həmişə birlikdə gedirlər. Burada birlikdədir. 3. İgid əskərlər cəsarətlə vuruşdular. Burada cəsarətlədir. 4. İçəri keç. Çayımız indicə hazır olacaq. Burada həm içəri, həm də indicədir. C. Cümlələrə uyğun işarə əvəzlikləri əlavə et. 1. Biz o muzeydə dəfələrdə olmuşuq. 2. Belə havada dənizə girmək təhlükəlidir. 3. Mən onu bilirdim ki, bu kitab səninkidir. Keçək səhifə 38-ə. Üçüncü bölməmizin adı sevimli qəhrəmanlarımdır. A. Uyğunluğu müəyyən et. 1. Pulunu əsirgəməyin əli açıq, səxavətli. 2. Rəhimdil, ürəyi yumuşaq, rəhimdil. 3. Dövlət, ölkə, səltənət. 4. Hadisə, macərə, sərgüzəşt. B. Nağıl və ya cizgi film qəhrəmanlarının adını crossworddan uyğun xanalarına yaz. Birinci şəklə baxsaq, görək ki, orada Mauglidir. İkinci Alisa'dır. Üçüncü Qavoşdur. Dördüncü Ağcadır. Beşinci Məlik Məmməddir. 5-ci Məlik Məmməddir. 6-cı Fatmadır. 7-ci Təpəgözdür. 8-ci baxaq, 8-ci Şrekdir. 9-cu Düyməcikdir. 10-cu Rapunzeldir. Rəngli xanalardakı hərfləri uyğun xanalara yaz və fədakarlıq rəmzi olan Yunan qəhrəmanının adını öyrən. Baxaq. Birinci mavidir. Mavini baxaq. P, pr, pro, prom, prome, promoe, promoei, promoy. Keçdik səhifə 39-a. Birinci fəslimizin adı Vəfalı dostdur. A tapşırığında deyir ki, söz boxçasında izahlara uyğun sözləri seçərək crosswordu həll et. Yuxarıdan aşağı bir tək otaqlı balaca alçaq ev, daxma. Çoman. 2. Keçmişdə dövlətli uşaqların təlim və tərbiyəsi ilə məşğul olan şəxs mürəbbiyə.
Soldan sağa 3 keçmişdə əhalinin yoxsul hissəsi rəiyyət. 4. Problemi həll etmək üçün çıxış yolu, əlac çarə. 5. Rişxənd, kinayə, istehza. 6. Keçmişdə ağasının tapşırıqlarını yerinə yetirən ev xidmətçisi nökər. Və Qaraca qız mətninə əsasən suallara qısa cavab yaz. Məsələn, cavab tapa bilmədiyin sualları işarələ. 1. Qaraca qızın əsl adı nədir? Tutu. 2. Hadisələr hansı kənddə baş vermişdi? Bunu bilmirik, bunu işarələyirik. 3. Piri kişi kim idi? Hüseynqulu ağanın bağbanı idi. 4. Pəricahan xanım Ağcanı hansı şəhər apardı? Bunu da bilmirik, işarə qoyduq. 5. Qaraca qız Ağcaya nə öyrətmişdi? Rəqs etməyi. C. Cümlələri Qaraca qız mətnin məzmununa əsasən tamamla. 1. Hüseynqulu ağanın kimsəsiz qızcığaza yazığı gəldi. Ona görə də onu öz evinə gətirib Piri kişiyə verdi. 2. Pəricahan xanım qızının Qaraca ilə dostluq etməsinə icazə vermirdi. Çünki qızının xidmətçi ilə dostluq etməsini istəmirdi. 3. Ağca xanım otların arasında qırılıb yatan ilanı tapdaladı. Ona görə də ilan onu sancdı. 4. Pəricahan xanım ağlayaraq hamıya yalvarırdı. Çünki qızının ölməsini istəmirdi. 5. Qaraca qız özünü təhlükəyə ataraq Ağcaya kömək etdi. Çünki rəfiqəsinin ölməsini istəmirdi. Belə dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndirinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.